Keçəllər təxəllüsü ilə Rusiyadakı qeyri-ruslara qarşı kütləvi və amansız hücumları təşkil edən Skinhead hərəkatının missiyasını hazırda Rus kəşfiyyatı və hüquq mühafizə orqanları həyata keçirir. Əslində, Skinhead hərəkatını başıbozub gənclərin birliyi yox, Rusiya kəşfiyyat orqanları tərəfindən yaradılan faşist yuvası şəbəkəsi adlandırmaq daha doğru olardı. Stalin dövründə aydınlarımızı kütləvi repressiya maşınının təkərləri altına alan xislət qeyri-ruslar və soydaşlarımıza qarşı faşist siyasətini bugün də davam etdirir. Çeçen xalqını da qətliam edən, qocaya, qadına və uşağa belə rəhm etməyən bu amansız və imperialist rejim bugün Ukraynada oxşar siyasəti həyata keçirir. Daxildəki azlıqlara, qeyri-millətlərə divan tutur. Hətta o zaman belə insanları evində, küçədə güllələmirdilər. Qeyri-ruslara qarşı faşist siyasətinin başında da heç şübhəsiz Rusiya prezidenti Putin dayanır. O da məlumdur ki, Vladimir Vladimiroviçin icazəsi olmadan Rusiya repressiya maşını bu qəddarlıq və rasizmə imza ata bilməz. Din Rus Pravoslav kilsəsi rejimin qəddarlığına haqq qazandıran və ona ideoloji əsaslar yaradan amil rolunda çıxış edir. Bugünün skinheadləri isə Rusiyanın OMON adlı rəsmi quldur təşkilatıdır. Sovet dövründə Azərbaycan və Mərkəzi Asiya vətəndaşlarını zülmə məruz qoyanlar, Fətəli xan, Cavad xan, Hüseynqulu xanı doğrayıb öldürənlər, bir əsr Çar Rusiyası və 70 il Sovetin əsarətində milli kimliyimizi qəsb edənlər anlamalı ki, artıq nə Azərbaycan həminki Azərbaycan deyil, nə də Rusiya həminki Rusiya. Rusiya imperialist və rasist siyasətindən imtina etməli, bəşəri qəddarlığa son qoymalıdır. Yoxsa tarixin zibilliyinə yola salınacağı gün də uzaqda deyil.